peşəsinə sadiq olmayan psixoloq varsa, bu psixologiya peşəsinin nöqsanlı olduğu demək deyil. O cümlədən peşəsinə, peşə etikalarına riayət etməyən jurnalist varsa, bu da jurnalistikanın nöqsanı deyil. Deyək ki, bir hakim var, rüşvət alır, bu ədalətin nöqsanı deyil. Bu o şəxsin nöqsanıdır. Nə də xoş gördük hər birinizi. Az öncə bir video çarxa rast gəldim. Çox savadsız, qeyri-rasional bir müzakirə apararaq, artıq savadlı psixoloqumuz deməyəcəm, psixoloq Şəfəq Qədirli yenə də hər hansı bir səbəbdən sahəsi olmayan hicab mövzusuna toxunub, olsun. İnsanlar istədiyi mövzuda müzakirələr apara bilərlər. Amma bu müzakirələri aparmamışdan öncə, çox demirəm, biraz, yəni bunun üzərində araşdırma aparmaq, məlumatlar toplamaq lazımdır. Əks halda qeyri-rasional bir nitq nümayiş elətdirərək özünü savadsız duruma qoyur. Şəfəq xanım, öncəliklə qeyd edeyim ki, İslam dinində əmi, dayı, siz deyən kimi, qaynata, hətta qaynatanın atası qadına naməhrəm deyil. Və əgər fərdlər arasında nigaha, yəni kəbinə son qoyularsa, yenə də qaynata və onun atası, qaynatanın atası, yəni oğlanın babası qadına əbədi olaraq məhrəm qalır. Yəni bunların arasında nigah mümkün deyil. Tövsiyə eləyərdim ki, 10-15 seans terapiya elədiyiniz və heç bir nəticəyə vara bilmədiyiniz və inanclar və inançsızlıq arasında cross etmiş, sizə din məlumatları verən o pasiyentinizin kapasitəsindən çıxasınız və özünüz araşdırma eləyəsiniz. Şükür Allaha, internet dövrüdür. İkinci mövzuya gələk. Öncəliklə qeyd edeyim ki, hicab qadını ehtiras mənbəyinə salır deyil də, əksinə o mənbəydən çıxartmaq istəyir. Niyə? Bunu mən sizə məhz sizin peşənizlə, psixologiya ilə az sonra izah eləyəcəm. Amma qeyd edeyim ki, hicabın ən birinci vəzifəsi nədir? Hicab bir dress koddur, bir uniformadır. Necə ki, siz geyiminə baxaraq bilirsiniz ki, bu polisdir, Daxili İşlər Nazirliyinin işçisidir, bu Dövlət Sərhəd Xidmətinin uniformasıdır, bu hərbinin uniformasıdır və s. və s. Eləcə də hicab bu qadın inanclıdır, İslam dinindəndir kimi bir, belə deyək, vəzifə daşıyır öz üzərində. İkincisi, keçirik sizin sahənizə. Öncəliklə insan libidolarının azadçılığı və insan libidolarının insanın bütün resurslarını təsir altında saxlaması məhz sizin sahənizdə və sizin peşənizin, psixologiyanın banilərindən biri olan Sigmund Freud'in belə deyək, gəldiyi nəticədir, təqdimatıdır. Amma qeyd edeyim ki, siz də psixologiyanı oxumusunuz və bilirsiniz ki, insan, yəni qarşı cins qadınla söhbət edəndə ilk birinci dopamin və testosteron partlayışı qısa bir müddətlik öncə görüntüdən, yəni gözdən başlayır. Boş yerə deməyiblər el arasında ki, kişi gözündən sevir, qadın qulağından. Birinci, yəni görünüşdən, proporsiyalar və s. bundan başlayır. Bunu psixologiya elmi də təsdiqləyir. Daha sonra ikinci, danışıq, nitq, səs tonu, davranış formasından başlayır. Əgər səs tonu, davranış forması bunu tətikləməzsə, birinci faza artıq 10-15-20 saniyə ərzində asla aşağı düşməyə başlayır. Bununla bağlı İslam dini nə deyir? Mən sizə izah edeyim. Deyir ki, ey müsəlman qadınlar, yaylığınızı, örpəyinizi sinənizin üstünə çəkin. Yəni proporsiyalarınız görünməsin ki, sizlə söhbət edən, sizlə qarşı-qarşıya gələn adamın diqqəti sizin nitqinizdə olsun. Daha sonra keçir nitq məsələsinə. Əhzab surəsi 32-ci ayə deyir, ey Peyğəmbərin qadınları, baxın zövcələri demir, tərcümə zövcə tərcümə eləyibdir. Amma orada deyir ki, ya nisaul ənbiya, yəni Peyğəmbərin qadınları, qadınlar, yəni qadın ümməti. Naməhrəmlə danışarkən səsinizi incəltməyin, şivələnməyin ki, qəlbində xəstəlik olanlar azmasınlar. Yəni, incə-incə danışmayın. Baxın, eyni psixologiyanın dediyi birinci etapı söndürür hicab vasitəsilə, ikinci etapı tənzimləyir. Əgər İslam dinində qadın naməhrəmlə danışa bilməzdirsə, niyə deyir ki, danışanda şivələnməyin və ya, bu sizə çox danış olar, saçınızı oynadaraq, titrək səslə danışmayın. Saç oynatmağa gəlincə, bunun psixologiyada 3 səbəbi var. Aşırı həyəcan, təşviş, ikinci, şivə, naz, romantika, üçüncü, tık və vərdiş.
bu mövzunu da keçdik. Əgər iki etapda qadın tənzimləyə bilirsə, yəni riayət edə bilirsə, artıq belə deyək, heç bir maneə qalmır ki, sən sosiallaşasan. Belə ki, radikal bildiyiniz İslam ölkələri də daxil olmaqla bütün dünyada hicablı siyasətçilər var, hətta diplomatlar var. Araşdırın Amerika senatlığını. O cümlədən aparıcılar var, jurnalistlər var. Hər sahədə, yəni sosial ictimai xadimlər var. Adını məhz şəhvət və ehtiras mənbəyinə çevirən elə sizin şəxsiniz, yəni özünüzsünüz. Niyə görə? Bunu da sübuta getirim. Bir qədər öncə siz jurnalist Səidə Bəkirliyə etirazınızı bildirirdiniz. Bəli, mən də bildirmişəm, onun heç bir şəxsinə toxunmadan, heç bir bayağı, Səmaya xala sayağı, dedikodulardan almış informasiyaları xalqa ötürməklə bunu etməmişəm. Rasional, adekvat və şəxsi sərhədləri qoruyaraq etmişəm. Siz isə xanımın şəxsi həyatına toxunaraq və aha, bunun həyat yoldaşı yox imiş və müəyyən hissləri keçirmirmiş deyə bu xanım belə aqressivdir deyərək bir qadının bütün resurslarını, iş potensialını siz asılı eləmisiniz onun cinsəlliyindən. Həqiqətən ayıbdır. Özünüz təqdim etdiyiniz performansı İslam dininin üzərinə yıxmayın. Əksinə İslam dini səsinizi naməhrəmlə danışanda incətməyin, şivələnməyin, nazlanmayın deməzdi. Bu nitqimdən sonra sizdə təbii olaraq cavab instinktinə ki, beyində dolaşacaq ki, bəs o zaman niyə hicablılar bəzənir və niyə görə belə eləyir? Buradan dedim, 2 nəfərə birlikdə cavab verim. Şəfəq Qədirliyə də, o cümlədən Səidə Bəkir qızına da. Baxın, hicab bir sərhəddir. Necə ki, ölkələrin bir sərhəddi var. Amma sərhəddi qoruyan sərhəd xidməti də var. Hicab heç kimə söz verməyib ki, sən məni başına taxan kimi mələk olacaqsan, pak olacaqsan, bütün hisslərdən, emosiyalardan, hamısından qurtulacaqsan. Belə bir şey yoxdur. Hicab bir sərhəddir. Amma davranış o sərhəddi qoruyan əskərlərdir. Aydındırmı? Ayrı-ayrı fərqlərə görə İslama və İslamın qayda qanununa nöqsan tutmaq olmaz. Belə ki, peşəsinə sadiq olmayan psixoloq varsa, bu psixologiya peşəsinin nöqsanlı olduğu demək deyil. O cümlədən peşəsinə, peşə etikalarına riayət etməyən jurnalist varsa, bu da jurnalistikanın nöqsanlı deyil. Müəllim varsa ki, öz tələbəsinə qarşı şiddət sərgiləyir və yaxud bir məmur varsa ki, deyək ki, bir hakim var, rüşvət alır, bu ədalətin nöqsanlı deyil. Bu o şəxsin nöqsanıdır.